Bir bu söhbətə qulaq asın. Yox, heç nə elətdirməmişəm. Papacan həməndir. Ay, kendi bu uzun defa benim yaşamımızda çok büyük. Yox, böyük deyil. Nazlı qapını şəkil eləmişdir. İşte bağlayanda. Bizim nefer olur. Sen biz okursan videolar çıkında ekrana. Okuduğun çok böyle nefes sallana okursun oynuyor. Yine bir alkış alır. O əlvərdən elətdə, şoğ əlim. Bir kere insan sanki Söhbəti eşitdinizmi? Deməli, Velizar bu müğənniyə deyir ki, sən oynayanda əl çalır. Yəni, arxasını nəzərdə tutur ki, arxan əl çalır. O da deyir, əvvəldən elədi. Yəni, arxam əvvəldən əl çalırdı. Budur. Və sonra da tənqidlərdən narazı qalır, inciyir. Baxın, mən jurnalistəm. İstər KİF haqqında qanun, istər media hüququ, istər jurnalistlərin etik kodeksi, hər bir jurnalistə ictimailəşmiş məsələlər haqqında danışmağa və yazmağa haqq verir. Bu bizə qanunvericiliyin verdiyi bir hüquqdur. Və qarşıma belə bir video çıxır, orada bir ədəbsiz söhbət gedir. Sözün əsl mənasında ədəbsiz. Və jurnalist olaraq bu söhbəti tənqid etmək kimi bir haqqım var. Bu söhbəti əgər adam minlərlə, 10 minlərlə insanın içərisində edirsə, deməli bir jurnalistin tənqidinə də hazır olmalıdır. Başa düşürsünüzmü? Minlərlə insanın içərisində gedən söhbətə baxın. Deyir, arxan əl çalır, müğənni də gülür ki, əvvəldən eləydi. Ayıb deyil. Yəni, müğənniliyi qoyuram bir kənara. Bir Azərbaycanlı qadın bu qədər insanın içərisində bir açıq platformada necə deyə bilər ki, əvvəldən arxam eləydi? Yəni, o məna çıxır da. Bunu bir Azərbaycanlı qadın necə özünə yaraşdırır, necə bu söhbəti edə bilir, nə üçün edir? Bax, mənə çox maraqlıdır. Bir qadın niyə bunu etsin? Hansı zərurətdən bunu etsin? Bu söhbətə ehtiyacı varmı? Bu söhbət ona nə verir? Həqiqətənmi anlamır ki, bu söhbət qadın olaraq, müğənni olaraq onu gözdən salır? Mən açıq bir sual verirəm. Məsələn, bir qadının belə bir söhbət etməyi normaldırmı? Bilmirəm, bəlkə mən geridə qalmışam, bəlkə mənim, nə bilim, çox geridir düşüncələrim. Bəlkə siz çox müasirsiz, müasir adamlara bu normal gəlir. Bir qadına efirdə bir, bilmirəm kişidirmi, qadındırmı bu Velizar. Deyir ki, arxan əl çalır və o da gülür. Normaldır, əziz izləyicilər. Yəni, bəlkə siz müasirsiz dediyim kimi, mən geridə qalmışam. Bəlkə bu söhbətlər artıq normallaşıb, bəlkə bunu normaya çeviribsiz, bilmirəm. Ayıbdır, vallahi ayıbdır. Ona görə də məclisinizə, xoş gününüzə bir müğənni dəvət edəndə tək onun səsinə, oxuduğu mahnılara baxmayın. Ümumi dəyərləndirin. Bilmirəm, bəlkə indiki standartlara görə indiki tələbat məhz belə söhbətlərədir. Vallahi ayıbdır. Yəni, bu nədir? Sonra da etiraz edirlər ki, Könül Cəfərli bizi tənqid edir. Necə tənqid etməyim? Yaxşı iş görün, yaxşı deyək. Baxın, jurnalist olaraq mənim heç kəsdə şəxsi qərəzim yoxdur, qətiyyən. Ümumiyyətlə, bir jurnalist qərəzli söz deməz. Bir jurnalist qərəzli söz deyirsə, deməli qeyri-peşəkardır. Mən sadəcə tənqid edirəm. Yaxşı gördüyümə yaxşı deyirəm, mənfi gördüyümü tənqid edirəm. Tənqid etmək heç kəsdə düşmənçilik aparmaq deyil, qətiyyən. Tənqid inkişaf deməkdir. Bir jurnalist sizi tənqid edirsə, bu tənqiddən nəticə çıxarın, düzgün nəticə çıxarın. Tamam, bu qadın efirdə bunu, o da efirdir də, yəni canlı yayımdır. TikTok'un efiridir, belə deyək. Ən azı yaxınları, ailə üzvləri yoxdurmu ki, tənqid etsinlər? Baxın, dostları deyə bilərlər ki, bax, belə bir söhbəti danışmaq olmaz, ayıbdır. Bu söhbəti etmə, sənə yaraşmır, yaşına yaraşmır, sənətinə yaraşmır, səsinə yaraşmır. Haqqı üçünə yaxşı səsi var. Amma bu səslə, bu söhbət tutuşmur. Bunu etməyin. Ən azı yaxın dostları bunu deyə bilər. Bəs dost nə üçündür?
Sizin yaxın dostlarınız sizə bu həqiqəti demirlərsə, jurnalist olaraq, Könül Cəfərli olaraq mən deyirəm, mən tənqid edirəm. Tənqidlərdən nəticə çıxarmaq lazımdır. Sizi tənqid edirəmsə, o demək deyil sizi sevmirəm, yaxud sizə bir düşmənçiliyim var. Heç biri ilə şəxsi bir münasibətim, tanışlığım yoxdur. Amma dostunuzun demədiyini mən deyirəm. Yaraşmır, vallah yaraşmır. O səsinizə yaraşmır. Bu söhbətləri etməyin, gözdən salmayın, bunu etməyin. Müğənniliyi qoyuram bir kənara, bir Azərbaycanlı qadına yaraşmaz. Dostunuz demədiyini mən deyirəm. Və həqiqəti deyən dostlarınızı yanınızda saxlayın, çevrənizdə saxlayın. Tənqiddən inciməyin, tənqiddən dərs çıxarın. Birini tənqid etmək, ona düşmənçilik bəsləmək deyil, təkrar edirəm. Tənqiddən nəticə çıxarmaq lazımdır. Amma ayıbdır, vallahi ayıbdır. Siz özünüzə yaraşdırdınızmı bu söhbəti? Baxın, bu söhbəti bir də kənardan izləyin. Bir izləyici kimi, bir dinləyici kimi izləyin. Yaraşdırdınızmı özünüzə?